Mina təmizlənmə zamanı həlak olan şəxsin ailə üzvlərinə prezident təqaüdü veriləcək. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən mina təmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 700 manat müəyyən olunub. Həmin 700 manat həlak olan şəxsin ailə üzvləri arasında bərabər şəkildə bölünməklə ödəniləcək. Bəs həmin təqaüd kimlərə şamil olunur? Bu fərmanda o da əks olunub. Bu təqaüd deməli həlak olan şəxsin dul arvadına, ərinə və ya valideynlərinə 18 yaşına çatmamış, peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına kimi, yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına ödəniləcək həmin təqaüd. Bərabər şəkildə ailə üzvləri arasında adı çəkilən şəxslərin arasında bərabər şəkildə bölünəcək. Deməli, həmin təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək. Prezidentin təqaüdü bu fərmanın qüvvəyə mindiyi tarixədək mina təmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin ailə üzvlərinə də şamil edilir və bu fərman qüvvəyə mindiyi tarixdən sonraki dövr üçün ödənilir.